Ötən əsrdə bəşəriyyətə sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində qələbənin 80-ci il dönümü tamam olur. İkinci Dünya müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü, dəhşətlisidir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu var. Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq göstərib. Azərbaycanda xalqın bütün maddi və mənəvi potensialı səfərbərliyə alınmışdı. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olunmuşdu. 1941-45-ci illərdə 600 mindən çox Azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. 130-a yaxın həm yerlimiz Sovet İttifaqı qəhrəman adına layiq görülüb. 30 nəfəri şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSR-nin müxtəlif orden və medalları ilə təltif edilib. Böyük qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin 4/3 hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90% Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış Sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Danılmaz faktdır ki, əgər Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSR-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra da Böyük Vətən müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmış. Onların sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə faşizm üzərində qələbənin ildönümü hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur. 9 may faşizm üzərində qələbə günü ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Böyük Vətən müharibəsi hadisələri zaman keçdikcə tarixə çevrilmişdir. Lakin bugün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilas naminə göstərdikləri misilsiz hünərləri, qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğlanlarımızın adları yaddaşımızdan silinmir. Azərbaycan övladlarının 2-ci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Həmin qəhrəmanlıq salnaməsinin davamı olaraq igidlərimiz Qarabağda 3 rəngli şanlı bayrağımızı dalğalandırdı, ərazi bütövlüyümüzü təmin etdi və bizləri qalib xalq olaraq bütün dünyaya tanıtdı.